Salam, hər vaxtınız xeyir olsun. Kanalımıza xoş gəlmisiniz. Bugün sizə son zamanların ən populyar modeli olan MGX-in Hyper-Go 1.7 miqyaslı rally çempionu Volkswagen Polo təqdim etmək istəyirəm. MGX-in 7304 modelidir. Bu bizim boot sistemimiz. Ehtiyat olaraq 4 əlavə təkər gəlir. Həm drift təkəri, həm də yolsuzluq təkəri. Bu bizim açar dəstimiz, bu şarj cihazımız. Ənənəvi olaraq pasportumuz. Ənənəvi deyirik, amma bu pasport daha mükəmməl pasportdur. Volkswagen özünün rəsmi logosu. Qeyd etmək istəyirəm ki, lisenziyonlu modeldir. İndi isə keçək maşınımızdan yaxından tanışılaq. Deməli, mühərrikimiz çox güclü bir mühərrikdir. 3974 sensor mühərrikdir. Brushless həmçinin 2500 Kelvin dəyərində. Həm mühərrikimizin, həm SSC-mizin əlavə soyutma sistemi, ventilyator vardır. SSC-miz demişkən, SSC-miz 120 amper dəyərində bir SSC-dir. Burada bizi yüksək sürətdə dönməmizi təmin edəcək 35 kg-lıq servo mühərrikimiz dayanır. Akkumulyatorumuz 4S lipo akkumulyatordur, 5000 mAh 35 C dəyərində. Amortizatorlarımız yağla idarə olunan amortizatorlardır. Əsasən korpusumuz metallardan ibarət gücləndirilmişdir. Giroskopumuzun iş prinsipi ilə sizi tanış eləmək istəyirəm. Bilənlər bilir, bilməyənlər üçün deyim ki, giroskop nə işə yarayır? Böyük maşınlarda ona sürüşmə əleyhinə sistem deyirlər. Maşın sağa sürüşdüyü zaman o döngəni tənzimləyərək sola hərəkət elətdirir. Yaxud da sola sürüşmə baş verdiyi zaman əksinə sağa. Buyurun, saytımıza keçid edərək istənilən modellərlə tanış olub sifariş verə bilərsiniz. Baxdığınız üçün təşəkkür edirəm. Sağ olun.